30 dekabr işdəydim və Secret Santa oynamışdıq. Daha doğrusu mən qatılmamışdım Secret Santa'ya. Ondan sonra isə başladıq furşetli stol hazırlamağa. Çox ləzzətli furşetli stol alındı. Yedim və çox maraqlı gün keçmişdi. Daha sonra isə növbəti gün isə hazırlıqlara başladıq. Yəni 31 dekabr gördüyünüz kimi qəşəngcə salatlıqların içliyini təmizləyirdim, hazırlayırdıq. Artıq uzun vlog hazırlamışam, mütləq ki paylaşacağım. Ona kimi dedim ki qısa bir vlog da sizlərə çəkim paylaşım. Bu arada gec də olsa yeni ilinizi təbrik edirəm. İnşallah ki hər bir arzunuz yerinizə yetər və ən əsası da can sağlığı arzu edirəm. Əslində videolarım çox az baxış sayı yığır. Ona görə də düşünürdüm ki bəlkə blogerliyi, daha doğrusu youtuberliyi atım. Amma görürəm ki yox, əslində hələ ki həvəsim var. Görsəm ki çox da belə maraqlı kontentlər alındırıram, amma baxış sayı azdır. Bəlkə ondan sonra artıq YouTube videolarını paylaşmağı artıq düşünməyəcəm. Amma bu da mənim süfrəm və sonra isə çay içdim. Bu qədər. Hələlik.